6.75-lik xəttə qədər olan məsafə 6,75 sm-dir. Bu ağ xətt ki var, bu ağ xəttin səbətə qədər olan məsafəsi 6.75-dir. Ona görə də basketbolda 3 cür xal sayılır. 6.75-dən kənarından atılanlar, 6.75-in daxilindən atılanlar və cərimə atış nöqtəsi. 5.80-dən atılan cərimə atış nöqtəsi. Diqqətinizi çatdırım ki, basketbol idman oyununda 3 xallıq atışlar, 2 xallıq atışlar və 1 xallıq atışlar var. 3 xallıq atışlar nədir? 3 xallıq atışlar deyək ki, A komandası hücum etdiyi zaman B komandasının səbətinə topu göndərmək istəyir. Bu zaman A komandasının oyuncusu 6.75-in xəttinin xaricindən, bax bu qırmızı xəttlər qoymuşam, xəttlərdiyimiz yerlər, A xəttinin kənarı istənilən bir nöqtə 6.75-in xarici. Bu hissələrlə topu səbətə göndərərsə, top səbətdən keçdiyi anda 3 xalı qazanmış olacaq. A komandası 3 xalı qazanmış olacaq.